Belə bir tənliklər sistemi verib və A üstəgəl B cəmini istəyir. Buna ötürü mən bunu çarpaz vururam. Bu məxrəci 1-dir də. Baxın, A-nı vururam bura birinciyə. A vurulsun A kvadratı üstəgəl 3B kvadratı bərabərdir 140-a. Və eyni şəkildə buranı tətbiq edirəm. B vurulsun B kvadratı üstəgəl 3A kvadratı bərabərdir 76-ya. İndi gəlin bunları vurub açalım. Deməli, A kubu üstəgəl 3AB kvadrat bərabərdir 140-a. Burada da B kubu üstəgəl 3A kvadratı B bərabərdir 76-ya. İndi mən bunları tərəf-tərəfə toplayıram. Alınacaq ki, A kubu üstəgəl 3A kvadratı B üstəgəl 3AB kvadratı üstəgəl B'nin kubu. Bərabərdir 140-dan 76-nı toplasam 216. Baxın, bizə bu hissə müxtəsər vurma düsturuna əsasən A üstəgəl B'nin mötərizə kubunu verir. Bərabərdir 216. 216 da 6-nın kubu deməkdir. Deməli, A üstəgəl B cəmi də olacaq 6. Cavab 6 olacaq.